Deməli bu ev o qədər gözəl yerdədir ki, əsas trasa çıxmaq üçün, asfalt yola çıxmaq üçün 2 dənə siqaret çəkməlisən. Avtobus, hə. Avtobus yolu o qədər yaxındır ki evə. Avtobus abi gəlib evin yanından keçəndə promoy evin Wi-Fi-yə qoşulur avtobusun sərnişinlərinə. Oradan kimsə istifadə edə bilər. Bir dəfə də gecə şofer buradan keçəndə avtobus mənim siqaretimdən götürüb çəkib çıxıb gedib. Bir dəfə də probka olmuşdu güclü. Şofer girdi, evdə yarım saat yatdı, durdu, yaxalandı, içimdi. Ha, bu belə yaxındır. Baba, bu maşınlara bax. Bax, mən bu maşınlara sən nə qədər naxıdı çay vermişəm burada. Ürəyində çay istəyir verim sənə. Olsa pis olmaz. Arada verərsin çaydan sudan. Ala yaxsana, nə oldu, nə maşın var? Mesela biraz xarab oldu. Köhnə maşın da olanda olur bunda belə. Ala yaxşı, deyək, təbii kömək edək onu. Amma sən davam ver, çək. Bizdən su, işıq, qaz, hamısı kartla. Ay işte, axşamlar qonşular yığışır, kart oynayır. Kim uduzlu kannalo verir. Bax, market ayağının altında, məktəb ayağının altında, bağça ayağının altında, ölüm ayağının altında. Burada hamısı dəyərlidir. Ha, burada qalmağa dəyər. Ala xotda da sən yeri get də. Gəlin, alın bu evi. Mən sizə söz deyirəm, özüm ölün. Burada dəyişəkdir. Özüm ona bax. Bax, paltar asmağa bax yerlər. Hər şey bizi asın burada. Bayka, nə bilim ana, şalvar, qəbrisandıq bax yaxında. Ölü yumağa yer yaxında. Boşunda bu evə yaşamağa da dəyər, ölməyə də dəyər. Belə deyim də dostlar, bu ev Nigar Camal kimi bir şeydir. 30 saatlarla bax, evdən çıxmaq olmur. Bax, pəncərə açdım, panorama düzdən.